Problemlərdən heç kim sığortalanmayıb. Hər birimiz həyatımızın müxtəlif dövrlərində gözləmədiyimiz anlarda çıxılmaz vəziyyətə düşmüşük. Əgər siz də hazırda çətinliklərlə üz-üzəsizsə, birazdan təqdim edəcəklərim sizə həmin problemlərdən çıxış yollarını göstərəcək. Bələdçiniz isə mənəm, Zeynəb. Gəlin əvvəlcə danışıb göstərəcəklərimizə qısaca nəzər salaq, davam edəcəyik. Neftçalada dəhşətli hadisə yaşandı. 64 yaşlı balıqçı öz qurduğu tora düşərək öldü. Mərhumun ailə üzvləri problemə danışdı. Diqqətiniz bizdə olsun. Ölkəyə gətirilən yeni avtobusları yollarda köhnə problemlər gözləyir. Qurumuş ağac budaqları müasir avtobusların hərəkətinə hansı təhlükəni yaradır? Sərnişin daşıma şirkətinin rəsmisi üzləşdikləri problemdən çıxış yolu tapa bilmir. Onların probleminə çarə axtarmışıq. Mayhom yaşayış kompleksindən ev alanlar 10 ildir halal mülkünə köçə bilmir. Evsiz eşiksiz qalan sakinlər üstəlik başqa xoşa gəlməz sürprizlərlə də üzləşir. Bir mənzil bir neçə nəfərə satılıb. Zərər çəkənlər problemə danışdı. Onlara məsul qurumun cavabı nə olacaq? Dəm qazı bu dəfə Şəmkirdə 23 yaşlı gəncin ölümünə səbəb oldu. Mərhumun yaxınları hadisənin təfərrüatlarını danışdı. Kömək etmək adıyla vətəndaşın çantasını oğurlayan şəxs kameralar vasitəsilə görüntüləndi. Gəncədə isə mənşəyi məlum olmayan saxta içkiləri satanlar aşkarlandı. Onlarla bağlı hansı tədbirlər görüldü? Problemə sonadək baxsaz, bundan da xəbərdar olacaqsınız. Belə bir fikir var, deyirlər dənizdə batanlar əslində üzməyi bacaran insanlardır. Çünki üzə bilənlər özünə həddən artıq güvənir. Məhz bu özünə arxayınlıqla daha dərinlərə üzürlər. Eyni ilə illərin peşəkar balıqçısı 64 yaşlı Habil Məmmədov kimi. Balıq ovlamaq üçün yoldaşlarından ayrılıb dənizin təhlükəli hissəsinə gedən Neftçala sakini balıqlar üçün qurduğu tora düşərək boğulub və ölüb. Onun ailə üzvləri hadisə barədə Real TV-yə danışdı. İzləyək. Girib suya, ləfə vurub, yıxılıb, kamizon dolub suyla, ayağı ilişib torun ipinə, batıb boğulub. Uzun fasilədən sonra yenidən Xəzər dənizinə çıxan təcrübəli balıqçının bu səfəri faciə ilə nəticələnib. Neftçala rayonunda balıq tutmaq üçün dənizə çıxan 64 yaşlı kişi Xəzər dənizində boğulub. Hadisə rayonun Mayak kəndində qeydə alınıb. Neftçala şəhər sakini 1962-ci il təvəllüdlü Habil Məmmədov uzun illər balıqçılıqla məşğul olub. O, iki qonşusu ilə birlikdə sahilə getsə də, balıq tutmaq üçün onlardan xeyli aralı, sahilin daha təhlükəli hissəsini seçib. Dənizdə hava qəfil dəyişib. Güclü dalğa kombizonunu su ilə doldurub və Habil Məmmədov suya yıxılıb. Bədbəxtlikdən özünün dənizə atdığı tor ayaq və boyun nahiyəsinə dolaşaraq xilas olmasına imkan verməyib. Hadisə yerindən təxminən 800 metr aralıda olan qonşular əraziyə çatanda Habil Məmmədovun artıq öldüyünü görüblər. Onun meyidi dənizdən çıxarılaraq ailəsinə təhvil verilib. Uşaqlar görüb ki, yoxdur. Yoxdur, baxıblar, gediblər görüblər ki, ilişib tora. Bunlar açınca, çıxardınca tələf olubdur. Allah rəhmət eləsin. Çoxdan getmir, bir ildən çoxdur. Getdiyi yerə dünərdə elə, maski də təzə yığılmışdı, balotunu təzə almışdı. Hamısı belə oldu. Bir gün işlətmədi. Bir gün işlətdi, onda da belə oldu. Zəng gəldi bizə saat 2 radələrində, gün arxa. Gəldi, bura gördü ki, maskenin içində, meyidi maskenin içindədir. Apardı skoyla xəstəxanaya. Mərhumun yaxınları hadisə ilə bağlı hər hansı şikayət verməyib. Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırmalar davam edir. Paytaxt yollarında avtobuslar bir-bir yenilənir. Ölkəyə daha müasir, ekologiya dostu nəqliyyat vasitələri gətirilir. Bəs yaxşı, yollardakı vəziyyət buna hazırdırmı? Menlok sərnişin daşıma şirkətinin qaynar xəttimizə müraciətindən sonra anladıq ki,
tam da hazır deyil. Müəyyən problemlər var ki, təxmin etdiyimizdən də böyük çətinliklər yarada bilər. Yəqin ki, gedib gələndə qurumuş budaqlara avtobusun sürtündüyünü görmüsünüz. Sən demə, həmin budaqlar həm sərnişinlərə, həm nəqliyyat vasitəsinə, həm də digər yol hərəkəti iştirakçılarına təhlükə yaradır. İndi təqdim edəcəyim reportajda daşıyıcı şirkətin rəsmisi detallı şəkildə danışacaq. Hələ avtobuslardan biri ilə yola çıxıb problemi yerindəcə təcrübə də etmişik. Reportaja keçid etmədən onu deyim ki, daşıyıcı şirkətə eyni zamanda 29, 67 və 83 nömrəli marşrut xəttindən istifadə edənlərə şad xəbərimiz var. Real TV-nin müraciətindən dərhal sonra Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən problemin həll olunacağı müjdələndi. Əgər ictimai nəqliyyatdan istifadə edirsinizsə, bu vəziyyət sizə tanışdır. Yolun hərəkət hissəsinə əyilən ağac budaqları az qalır sərnişindən qabaq avtobusa daxil olsun. Bəs yaxşı, qurumuş budaqlar avtobusla təmas etdikdə nə baş verir? Bax bu. İllərlə paytaxt yollarında sərnişin daşıyan bu zəhmətkeşlər ağaclara sürtündükcə bu hala qalır. Nəzərə alsaq ki, bir çox daşıyıcı şirkətlər artıq ekoloji cəhətdən təmiz, müasir standartlara cavab verən avtobuslara keçid edir, bu zaman belə sual yaranır. Kifayət qədər böyük sərmayə ayrılan yeni avtobusların da aqibəti belə olacaq. Elə bu suala cavab almaq üçün Menlok MMC daşıyıcı şirkətinin rəsmiləri problem verilişinə müraciət etdi. Bildirildi ki, şirkətin yeni nəqliyyat vasitələri artıq Azərbaycandadır. Qeydiyyat prosesi başa çatmaq üzrədir. Lakin yol üzərindəki qurumuş ağaclar budanmayınca avtobuslar xəttə buraxılmayacaq. Çünki yeni avtobusların üzərində yerləşən yanacaq çənlərinin, müəyyən qurğularının, kondisioner vasitələrinin olması, yerləşməsi hissəsi istehsalatçı tərəfindən sərnişinin təhlükəsizliyini nəzərə alaraq dam üzərinə yerləşdiribdir. Amma bugünkü gündə bizim yolumuzun vəziyyəti ilə bağlı hansı hissələrdə budanmalar aparılmayıb, ağacın gövdəsi yol hərəkət hissəsinə yaxın olduğu üçün onların budaqları birbaşa təmas edir maşının üst hissəsində həmən qurğularla. O qurğuların da müəyyən örtükləri var. Təbii ki var. Amma o mütəmadi təmas etdiyi üçün heç kim ona zəmanət verə bilməz ki, o qurğuda nəsə bir baş verməsin. Yeni nəqliyyat vasitələri 29, 67 və 83 nömrəli marşrut xətti üzrə hərəkət edəcək. Lakin mövcud problem bu prosesi ləngidir. Daşıyıcı məcburdur ki, ağaclar budanana dək avtobusları duracaqda saxlasın. Menlok MMC-nin istismar rəisi Anar Sadıqovun sözlərinə görə təkcə 67 nömrəli avtobusun hərəkət trayektoriyasında 31 ədəd budanmalı ağac var. Həmin budaqlar hər bir nəqliyyat vasitəsi ilə gün ərzində ən azı 10-15 dəfə təmas edir. 67 nömrəli xəttin maşınıdır, düzdürmü? Üst hissəsinin dəymiş nöqtələri görürsünüz. Görürsünüz ciddi zədələrdir. Çoxunda biz bunu təmir etmişik. Fərz eləyin ki, bizim yeni maşınlarımız bundan hündürdür və üzərində qurğular var. O ağacın da budanmamasının səbəbi ilə mən bugünkü gündə deyək istismar xəttinin tam heyətlə hazır olduğum halda maşınım ölkədədir, qeydiyyat alınıb hazırlıqlarımı tamamlamışam. Xəttə buraxmasını hələ ki gözləmədəyik. Müsahibimin sözlərindən belə məlum oldu ki, quru budaqlar təkcə avtobusa ziyan vurmur, eyni zamanda sərnişinlər üçün də təhlükə təşkil edir. Şirkətin rəsmisi ilə problem barədə danışdıq, indi isə real vəziyyəti təcrübə etmək vaxtıdır. Necə deyərlər, yüz eşitməkdənsə bir görmək yaxşıdır. Hazırda 67 nömrəli marşrut xətti üzrə Biləcəri qəsəbəsi istiqamətində hərəkətdəyik və problemi artıq müşahidə etməyə başlamışıq. Bir neçə yerdə qurumuş ağaclar, ağac budaqları nəqliyyat vasitəsi ilə birbaşa təmas eləyir. Elə mən istəyərdim bu barədə bir qədər sürücümüzlə həm söhbət olum. Gün ərzində neçə dəfə məsələn sizə rast gəlir belə qurumuş ağaclar? Hər reisimizdə, hər abolotda dəyər bizdə. Yəni bir sıxlıq olanda biz məcbur ki, lap sağ-sağa bir yandan gələn maşınlar biz yol veririk, yəni çıxırıq sağa. Görün güzgülərimiz qırılıb. Dəfələrlə gün olub ki, 2 dəfə güzgülərimiz qırılıb. Yan şüşələr qırılan vaxtlarımız olub. Yəni təbii ki, sərnişinlə gedirik də biz tək öz canımız deyil. Problemlə bağlı vaxt itirmədən Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. Birliyin baş mühəndisi Cavanşir Məmmədov bildirdi ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərdə mütəmadi olaraq monitorinqlər keçirilir. Problemli
ünvanlar müəyyənləşdirilir və birliyin əməkdaşları tərəfindən həmin ünvanlardakı ağaclar budanaraq dayanacaq, işıqfor və yol nişanlarının görünməsinə mane olan hallar aradan qaldırılır. Onu da nəzərə almaq lazımdır ki, bu daimi prosesdir və yaşıllıqlar il boyu inkişaf etdiyindən bu kimi hallar qaçılmazdır. Baş mühəndis eyni zamanda marşrutların trayektoriyası üzrə problem yaradan ağacların budanacağını xəbər verdi. Budanma işlərinə həftənin əvvəlində start veriləcək. Real TV olaraq biz də orada olacağıq. Bu dəfə problemin həllini göstərmək üçün. Zeynəb Rövşən qızı, İsa Məmmədov, Real. Bu yerdə sizə qaynar xəttimizi xatırlatmaq istəyirəm. Əgər siz də probleminizi bizimlə bölüşmək və qısa vaxtda müsbət həllini görmək istəyirsinizsə, qaynar xəttimiz 055-510-0202 nömrəsinə günün 24 saatı zəng edə və ya yaza bilərsiniz. Sosial problemləriniz, gördüyünüz hadisələr, rastlaşdığınız qanunsuzluqlarla bağlı bizə müraciət edin. Eyni zamanda 24 saat aktiv olan qaynar xəttimizə itkin düşən şəxslərin axtarışı ilə bağlı da müraciət edə bilərsiniz. Əgər probleminizin operativ şəkildə işıqlandırılıb, tez zamanda həllinə nail olmaq istəyirsinizsə, gərək siz də operativ olasınız. Ona görə də elə indicə telefonu götürüb bizə yazın. Davam edirik. Ev almaq arzusunda olan hər kəs bilir ki, o evə köçənədək keçən hər gün adama bir il kimi gəlir. Hələ kirayə mənzildə yaşayırsansa, həmin günü daha da həsrətlə gözləyirsən. İndi təsəvvür edin ki, 10 ildir bu arzuya çata bilmirsiniz. 3 ay, 5 ay deyə sizi aldadırlar. My Home yaşayış kompleksindən ev alanlar kimi. 2016-cı ildən binada başlayan tikinti işləri bitmək bilmir. Amma nə olsun, bina tikilib qurtarmasa da tikinti şirkəti bir evi 5-6 nəfərə satmağı bacarıb. Yəni zərər çəkənlərin sayı kompleksdəki mənzillərin sayından çoxdur. Məsələ ondadır ki, şirkət rəhbəri qanunsuz əməlinə görə artıq məsuliyyətə cəlb olunub. Lakin bu zərər çəkənlərin problemini həll etmir. Bugün həmkarım Nigar Namiq həmin başı bəlalı kompleksin həyətində bir qrup sakinlə görüşüb həmsöhbət oldu. Təbii ki, bununla kifayətlənməyib, məsələ ilə bağlı ərazidən cavabdeh quruma müraciət etdi. Nizami rayon icra hakimiyyəti müraciətimizin ardınca məsələni nəzarətə götürdü. 5-ci mərtəbə 2-ci mənzil var. Orada bir mənzil 5 nəfərə satılıb. 110 min pul ödəmişik, əzrət çəkirik. Balamıza ev düzəltmək istəyirdik. Bizi belə elədilər. Borc xərclə pul toplayıb ev sahibi olmaq istədilər, dələduzluqla üzləşdilər. Nizami rayonunda yerləşən My Home yaşayış kompleksinin D blokundan mənzil alan sakinlər məhz bu şikayətlə qaynar xəttimizə müraciət elədi. Sakinlər bildirir ki, Vesta Construction MMC 10 ildir burada binalar inşa eləyib, vətəndaşlara mənzil satır. Müsahiblərin bu illər ərzində əmlak sahibi olmaq üçün qəpik-qəpik yığdıqları pulu götürüb, gəliblər şirkət rəhbərliyinin yanına. Sakinlər pul ödəyib, MMC ilə müqavilə bağlayıb. Sözü gedən şirkət rəhbərliyi onlara vəd verib ki, narahat olmayın, binanı təmir eləyib, qısa müddətdə sizi öz mənzillərinizə köçürəcəyik. Bugün, sabah deyə aylar illər əvəzləyib. Ancaq cəmaət hələ də mənzillərlə təmin olunmayıb. Onu da deyim ki, şikayət bununla bitmir. Səsləndirilən iddialara görə şirkət rəhbərliyi bir mənzili bir neçə nəfərə satıb. Başlarına gələnlərlə bağlı müvafiq qurumlara müraciət eləsələr də heç bir nəticəsi olmayıb. Nağd ödəmişəm, sənədlərim də budur. Yəni mənlə bərabər mənim 5 iş yoldaşım, yəni birimizi almışıq, sonra o birisi gəlib, hamımızın da vəziyyəti o vəziyyətlərə 140 min fərqlidir. Yəni hər kvadratına görə fərqli ödənişlər olubdur. Bu götürüb evlərin hardasa bir 40 evi 70 nəfərə satıbdır. 5-ci mərtəbə 2-ci mənzil var. Orada bir mənzil 5 nəfərə satılıb. Yəni biz hələ özümüz tutduğumuz siyahıda. Ola bilər hələ başqa adamlar gəlməyib, hələ xəbəri olmayan var. İndi burada mən belə görürəm ki, problem çox böyükdür. Təxmini hesablayıram ki, tutaq ki 9 milyon hələ bu vəziyyətə qədər 8 milyon belə problem, çox böyük problemdir. Həmsöhbətlərim deyir ki, bu illər ərzində aldadılıblar. Şirkətin məsul şəxsləri onlarla insana binanın 3 aya təhvil veriləcəyi ilə bağlı vədlər verib. Artıq son tamamlama işlərinin aparıldığını bildiriblər. Hazırda isə binadakı təmir işləri dayandırılıb. Özümüz də şahidi olduq ki, binanın pəncərələri şüşəsiz, fasadı yarımçıq qalıb. Qapılarsa plomblanmayıb. Müsahiblərim onu da əlavə etdi ki, evləri sökülmüş sakinlərə ödənilməli olan kirayə haqları son 2 aydır verilmir. Bu da insanların vəziyyətini daha da ağırlaşdırır.
25-ci il noyabrın 8-də ödəniş elədik bunlara 110 min daxili kreditlə. İkinci dəfə ki aylığı ödəmək istəyirdik, aylığı. 3000 pul ödəməli idik aylığı. Pulumuzu gətirdik, ofisə getdik, yoxdular. Oraya zəng elədik, buraya zəng elədik. Heç biri üzə çıxmadı. Nə telefon açdılar, nə bir şey. Bir də məlum oldu ki, sən demə bunları tutublarmış. Sən demə burada aləm qarışıb bir-birinə. 110 min pul ödəmişik, əzrət çəkirik. Balamıza ev düzəltmək istəyirdik. Bizi belə elədilər. Kirayədə qalım. Kirayə pulunu da artıq vermirlər, yoxdur. Yanvar ayı verilməyib, yanvar da qutardı. Həmişə kirayə ayın əvvəlində veririk, bir ay qalır da. İcra hakimiyyətinin dəfələrlə olmuşuq. Bir şirkət var, onlar götürüb bu işi tamamlamaq istəyir. Onlar məktub verməlidirlər, orada dedilər. Hələ bu iş yuvanır, indi bilmirik necə olacağı, nətər olacağı, tez başa gələcək. Amma şirkət istəyir ki, tamamlasın bu işi. Sakinləri dinlədikdən sonra qarşı tərəfin mövqeyini öyrənmək qərarına gəldik. Amma nə komendanta, nə də ofisə rast gəldik. Əldə etdiyimiz məlumata görə adı çəkilən şirkətin rəhbəri Ceyhun Quliyev bir müddət əvvəl məsuliyyətə cəlb olunub. Odur ki, sakinlərin şikayəti ilə bağlı Nizami rayon icra hakimiyyətinə üst tutduq. Bildirildi ki, vətəndaşlar dəfələrlə qurum tərəfindən qəbul olunub, problemləri dinlənilib. Onların müraciətləri əsasında MMC rəhbərliyinə xəbərdarlıq olunub. Mövcud problemlərin qısa zamanda aradan qaldırılması barədə tapşırıq verilib. Lakin göstərilən məsələlərin həlli tam təmin olunmayıb. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və digər faktlar üzrə zərər çəkmiş vətəndaşların kollektiv müraciəti əsasında Nizami rayon prokurorluğunda cinayət işi başlanılıb. Hazırda istintaq işləri davam etdirilir. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə bir müddət əvvəl MMC tərəfindən kirayə haqlarının ödənilməsi təmin olunub. Problemlərin həlli Nizami rayon icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Nigar Namik, Eldəniz Əhmədov, Real. Xətai rayonunda marketdə kömək etmək adı ilə vətəndaşa yaxınlaşıb çantasını oğurlayan şəxs saxlanılıb. Naməlum şəxs paytaxt sakininin avtomobilindən 600 manat, mobil telefon, planşet və digər əşyaları oğurlayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 55 yaşlı İlham Xudiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, o rayon ərazisində yerləşən marketlərin birinin qarşısında dayanaraq kassaya yaxınlaşan vətəndaşları müşahidə edib. Daha sonra həmin şəxslərdən birinin maddi vəsaitini və dəyərli əşyalarını çantasına qoyduğunu görüb. İlham Xudiyev kömək etmək adı ilə çıxışda ona yaxınlaşıb və avtomobilinə qədər müşayiət edib. Çantanı yük yerinə qoyarkənsə oğurluq əməlini törədib. Hadisənin baş vermə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Səssiz ölüm dəm qazı bu dəfə 23 yaşlı gəncin ölümünə səbəb olub. Gənc oğlan yaşadığı evdə el arasında ceyran sobası adlandırılan soba ilə isinirmiş. Qeyd edim ki, onu xəstəxanaya çatdırmaq mümkün olmayıb. O tək yaşadığı üçün valideynləri hadisədən xəbər tutanda iş işdən keçmiş olub. Şəmkirdə gənc oğlan dəm qazından zəhərlənib. Hadisə rayonun Təzəkənd kəndində baş verib. 23 yaşlı kənd sakini Ruhlan Vəliyev yaşadığı evin yataq otağında dəm qazından boğularaq ölüb. Yaxınlarının sözlərinə görə ona bir neçə dəfə zəng eləsələr də dəstəyi qaldırmayıb. Ruhlan Vəliyevdən xəbər çıxmadığı üçün onun yaşadığı evə gediblər. Həmin vaxt qapını qırıb açanda artıq onun öldüyünü görüblər. İlkin məlumata görə hadisə mərhumun yaşadığı evin yataq otağında quraşdırılmış qazla işləyən ceyran tipli sobadan qaynaqlanıb. Stansdaydıq, zəng elədilər ki, qonşu qardaşım ki, bəs belə əmim o rəhmət gedib. Mən də çay saydım, gəldim ki, qapının ağdaş kimi gəlib. Oradan çölə çıxamayıb. Peşdə yanlı, dədəsi anası yox, dədəsi belə anası yoxdur. Yəni var, prost bu da yox, yaşamırlar, tək yaşayır. Qaz yanırdı bəli. Qaz işləyidlər yəni, biz keçdik çöldən. Məlumatlara görə mərhumun atası ilə anası bir müddət əvvəl boşanıb. Bundan sonra o tək yaşayıb. Mərhumun meyti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. İndi isə bir elanı diqqətinizə çatdırmaq istəyirəm. Real TV olaraq bölgələrdən bizi izləyən tamaşaçılarımıza yaxın olmaq üçün Mərkəzi Aran bölgəsinə gəlirik. Problem komandası Hacıqabul, Kürdəmir, Ucar rayonlarındakı sosial problemlərə işıq tutacaq. Odur ki, sadaladığım rayonlardan bizi izləyənlər 5-6 fevral tarixlərində sizə daha yaxın olmaq və problemlərinizə həll yolları axtarmaq üçün görüşünüzə gəlirik. Hazırda verilişimizi izləyən Hacıqabul, Kürdəmir, Ucar sakinləri, əgər siz də problemləriniz qarşılaşıb üzləşdiyiniz çətinlikdən çıxış yolu axtarırsınızsa, elə indicə telefonu götürüb birbaşa qaynar xəttimizə yazıb qeydiyyatdan keçin. 055 510 0202. Bir daha xatırladım ki, Real TV olaraq 5-6 fevral tarixlərində Hacıqabul, Kürdəmir, Ucar rayonlarına səfər edib sizin problemlərinizi işıqlandıracağıq. Odur ki, vaxta az qalıb qeydiyyatdan keçməyə tələsin. Abşeron rayonu Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. 11 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 kvadrat metr sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub və xoşbəxtlikdən xəsarət alan olmayıb. Gəncədə Məhsəti qəsəbəsində yerləşən mağazalarda yoxlama aparılan zaman saxta alkoqollu içkilər aşkarlanıb. Mənşəyi məlum olmayan içkilər fiziki şəxs Vaqif Abbasoğlu Tağıyevə və fiziki şəxs Asif Tofiqoğlu Məmmədova məxsus ərzaq mağazalarında satıldığı məlum olub. Məhsulların kustar üsullarla hazırlandığı, müşahidə edici sənədlərinin olmadığı, üzərində yanlış məlumatların qeyd edildiyi və saxta vöyen göstərildiyi müəyyənləşdirilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İçkilərin satışının qarşısı alınıb və mühürlənərək saxlanca verilib. Saxta məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Belə, mənim sizə bugünlük, eyni zamanda bu həftəlik təqdim edəcəklərim bu qədər. Verilişimizin təkrarına sabah saat 13:00-da baxa bilərsiniz. Bu imkanı da əldən versəz, bizi Real TV-nin sosial şəbəkə platformalarındakı hesablarından da izləyə bilərsiniz. Probleminizi bizə danışın. Danışın ki, həll edək. Sizinlə mən idim. Zeynəb Rövşən qızı. Salamat qalın.